Növbəti mətn Şəki-Xan sarayı ilə bağlıdır. Mətni uzun-uzadı oxumuram, vaxt getməsin, daha yorucu olmasın, yoxlamağınız üçün rahat olsun. 23-cü sualdan başlayıram. Mətndə tünd rənglə verilmiş sözün ifadəni əvəz edə bilən sözləri müəyyən edin. Orada verilmiş qara rənglə verilmiş sözün analoqu sözüdür. Analoqda biz bilirik ki, bənzəri, oxşarı olmayan, yəni analoqu olan, yəni bənzəri oxşar deməkdir. Düzgün cavab E variantıdır. 23-cü sual E. 24-cü sualda iqamətgah sözünün mənasını istəyir. Dövlət başçısı və yüksək vəzifəli sahibi olan şəxslərin sakin olduqları yer. 24-cü sualda düzgün cavab A. 25-ci sualda düzgün cavab mətnin məzmunundan belə nəticəyə gəlmək olar ki, 300 il əvvəl mismar və yapışqan hələ icad edilməmişdir. Çünki burada Şəki xanları qış fəslinə bu sarayda qaldıqları, daha sonra sarayın divarlarındakı rəsmlərin müəllifləri məlumdur. Yəni məlum deyil. Bizə deyir ki, bu nəticəyə gəlmək olar, amma sarayın rəsmlərini çəkən şəxslər haqqında biz bilmirik. Sonra Nazim Hikmət bu saray haqqında şeir yazmışdı. Xeyr, mətndə elə bir məlumat yoxdur. Sarayın memarı Hüseyn xan olmuyudur. Hüseyn xanın sifarişi ilə tikilibdir. 26-cı sualda həkk olunmaq, yəni işlənilmək divarda, məsələn, hər hansı bir yazı divarda həkk olunub, yəni yazılıb divarda. Məsələn, onların adları sarayın bir neçə yerində divarlara həkk olunmuşdur. Yəni divarda yazılmışdır. 4 variantda həkk olunmaq divara yazılmaq mənasında. C variantında isə məcazi mənada da əbədi yaddaşlarda həkk olunubdur. Düzgün 26-cı sualda düzgün cavab C. 27-ci sualda düzgün cavab C variantıdır. Sarayın dünya əhəmiyyətli abidələr sırasına daxil edildiyi barədə xəbər vermək. 27-ci sualda düzgün cavab C. 28-ci sualda deyir ki, hansı məlumat mətnə əlavə edilə bilməz? D variantı. D variantı mətnə əlavə edilə bilməz, çünki Şəki-Xan sarayına 25 may tarixinə planlaşdırılan ekskursiya tarixə salındı. Yəni belə bir məlumat da yoxdur, nə də mətnin kontekstinə uyğun deyil ki, ora əlavə edilsin. 29-cu sualda deməli 29-cu sualda mətndə hansı suala cavab yoxdur? Uşaqlar, C variantında mətnin memarı kimdir? Biz memar haqqında məlumat almamışıq. İlk birinci abzasda fikir verin. Şəki-Xan sarayı 18-ci əsrə aid olan nadir memarlıq abidəsidir. Şəhərin ən yüksək hissəsində yerləşən saray Hüseyn xan tikdirmişdi. Saray dörd bir tərəfdən qala divarları ilə əhatə edilir. Yəni burada memarı filan kəs olub, adı yoxdur. 30-cu sualda isə deyir ki, bizdə deməli mətndəki məlumatlara əsasən aşağıdakı fikri təsdiq edən ən azı 2 cümlə. Yəni ən azı 2 cümlə deyirsə, bu testi işləyən şagird bu mətnin içərisindən götürüb yazıbdır. Yəni mən elə məsləhət vermişdim, mənim evladım işləyibdir ki, yəni mətnin içərisindən olan cümləni yazsan, daha məqsədə uyğundur ki, maksimum balı götürə bilərsən açıq suala verilən maksimum balı. O da burada fikir vermişsiniz, bu hissədə işarəliyibdir. Sarayda, yəni Xan bizə deməli çərçivədə verilən fikri oxuyuram. Xan sarayı bizi əmin edir ki, hələ 18-ci əsrdə Şəkidə incəsənət inkişaf etmişdir. Deməli, saraydakı otaqların hər birinin özünə məzmunca bir-birindən fərqlənən rəsmlərlə bəzədilmişdir. Daha sonra yazıbdır, sarayı bəzəyən rəsmlər müxtəlif rəssamlar tərəfindən çəkilmişdir. Bu iki cümlədə, yəni o dövrdə Azərbaycanda incəsənətin inkişaf etdiyini tərənnüm edir və otaqlar da məzmunca bir-birindən fərqli olduğunu göstərir. Belə bu qədər uşaqlar. Növbəti videoda deməli qrammatika ilə bağlı olan sualların cavabını səsləndirəcəyim. Düzdür, Azərbaycan bölməsi üçün rahat idi, Rus bölməsi üçün ümid edirəm ki, anlaşıqlı olar. Daha rahat anlamış olarsınız. Hər birinizə uğurlar arzulayıram.